Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Bu videoda biz mətin və sürət tipli məsələlərə baxacağıq. Birinci məsələ tipində bizə Unicode standartında yığılmış mətin faylının tutumu 192 kilobaytdır deyir. Fayl hər səhifəsində 32 sətr olan 64 səhifədən ibarətdir. Mən həmişə həcm verilibsə, verilən həcmi lazım olan ölçü vahidinə keçirib qalanlarına bölürəm. Amma qayda olaraq baxsaq, Q bərabərdir bu düsturda. Həcmimiz bərabərdir səhifə vurulsun, sətr vurulsun, simvol vurulsun. ASCII-dirsə ASCII, ASCII deyilsə Unicode və yaxud da fərqi yoxdur. Elə olur, elə məsələlər var ki, indi bugün baxacağıq, orada ASCII Unicode yoxdur. Yenə də bu məsələlər byte-la ölçülür. Yeganə məsələ tipi var ki, orada əgər ki, əlifba sözü varsa, səhifə, sətir, simvol və simvollu əlifba, əlifbanın gücü məsələsi varsa, i-yə vururuqsa, artıq bu avtomatik bitlə ölçülür. Bu məsələlərdə bir dənə buna diqqət etmək lazımdır. Yeganə məsələ tipidir ki, ASCII Unicode olanda əlifba olmadıqda həmişə byte-la ölçülür. İndi 192 kilobaytdır. Kilobaytımızı bayta keçirəcəyik. Çünki digər bərabərliyin digər hissəsi baytla ölçülür. Kilobaytdan bayta keçəndə 2/10-a vururuq. Qalanları da məsələn bizə sətir verib 32 sətirdir, 2/5, 64 səhifədir, 2/6, Unicode-dur 2 və nəyi tapmalıyıq? Simvolu tapmalıyıq, S-i. Burada biz ixtisarımızı aparırıq, 2 qalır və S bərabərdir 192-ni də bölürük 4-ə, olacaq neçə? 48 A variantı. İkinci də bu şəkildə davam edir. Üçüncü məsələdə biz həcmi tapırıq. Həcmi tapanda gördüyünüz hər bir şeyi bir-birinə vurursunuz. Q bərabərdir 320 səhifə, vurulsun 32 sətir 2/5, 64 simvol 2/6 və fikir verin, nə Unicode yazılmayıb, nə ASCII yazılmayıb, nə də əlifba yazılmayıb. Bu tip məsələlər həmişə byte-la ölçülür. Cavablara baxıram ki, byte-la verilib, kilobaytla verilib, amma 320-dən böyük ədəd, yəni 640 alına bilməz. Ona görə biz bunu kilobayta keçirək. Bölə 2/10-a. 2/10-a bölərkən, burada 2-ni də 320-yə vuranda 640 kilobayt eləyir. Baytdan kilobayta keçdiyimiz üçün. Sonra burada da eyni qayda ilə hamısını bir-birinə vururuq, bir də Unicode-a vururuq, 2/10-a bölüb kilobayta keçirdirik. Və yenə Unicode həcmi axtarır. Mətin yaddaşda kilobayt yer tutur. Mətində neçə simvol var? Bilirik ki, hər bir simvol byte-la ölçülür. Ona görə 2 kilobaytdan byte-a keçmək lazımdır. 2-ni vururuq 1024-ə. Cavab edir 2048 byte B variantı. Burada da byte-la verib bizim yaddaşı. Ona görə 8192 bilirsiniz ki, 2/13-dür. Byte olduğu üçün heç nəyə keçirtməyə ehtiyac yoxdur. Bu bizim həcmimizdir, Q-nün yeridir. 8 səhifə deyir 2/3. 32 simvol deyir 2/5, Unicode deyir 2 və sətri tapmaq lazımdır S-i. Burada bizdə oldu 2/9, 2/13, S-imiz bərabər olacaq neçəyə? 13-dən 9 çıxanda 2/4-ə, yəni 16 B variantı. Sonra hamısı da yəni bu qeyd etdiyim düstura əsasən həll edirik. ASCII standartı ilə yazılmış mətin 16 səhifə, hər səhifədə orta hesabla 32 sətir. Yenə eyni qayda ilə hamısını bir-birindən vurub 2/10-a bölüb kilobayta keçirəcəksiniz. Burada da Unicode eyni qayda ilə həcmi verib, bayaqlarım dediyim kimi həcmi keçirdirik 2/11-i. Vururuq 2/10-a. Çalışın videonu dayandırın, özünüz yazın. Sonra əmin olun ki, düz yazdınız ya yox. 2/8 vurulsun 2/6 vurulsun 2. Biz nəyi tapmalıyıq? Simvolların sayını. Buradan yenirik, ixtisarımızı aparırıq. 2/21-i bölürük 2/15-ə. S-imiz bərabər olur. 21-dən 15 çıxanda 2/6, yəni 64-ə. D variantı. Sonra belə. Bunlar da eyni gedir. Aha, 12-də fikir verin, əlifba məsələsi var. Əlifba məsələsi olanda artıq bitlə ölçülür. Yenə həcmi tapmaq üçün nə verilibsə hamısını bir-birinə vurmalıyıq. 32 səhifə 2/5-dir.
128 2 üstü 7-dir. 32 simvol 2 üstü 5-dir. 64 simvollu əlifba, yəni böyük enimiz bizim 2 üstü 6-dır. Bizə maraqlı olan bunun qüvvəti, yəni i olandır. Hartli düsturuna əsasən, 2 üstü i-yə əsasən. İ'miz 6 bitdir. Gətirib 6 bitə vuranda artıq avtomatik bu bitlə ölçülür. Və bitdən kilobayta da ola bilər, kilobitə də. İlk öncə kilobayta keçsək, yoxlasaq, doğrudurmu? Bitdən kilobayta keçmək üçün 2 üstü 13-ə bölürük. Burada bizdə var 2 üstü 17, 2 üstü 4, 16 qalır. 16-nı da 6-ya vuranda 96 kilobayt. Baxıram cavablarda varmı? Var. Amma məsələn olmasaydı kilobitə keçmək üçün gərək biz 2 üstü 13-ə deyil də 2 üstü 10-a bölərdik. Sonra 4 səhifəlik mətndə ümumi 256 simvoldan ibarətdir. Bu mətn Unicode sistemində kodlaşdırılarsa, mətn yaddaşda neçə? Yenə eyni qayda ilə 4-ü 256-yı 2-yə vuracaqsınız, cavab çıxacaq. Sonra 256 səhifədən ibarət olan sənədin yalnız 512 səhifəsində. Burada da megabayta keçmək üçün, həcmi tapmaq üçün buna diqqət eləmirik. 512 səhifə dedi, 2 üstü 9-u götürdüm. Və 32 sətr 2 üstü 5-i, 64 simvol 2 üstü 6 və Unicode 2. Elədi 2 üstü neçə? 11, bir də 7, 18, 2 üstü, bir də baxım. 5 son 2 üstü 9, hə 9, 14, bir də 5, 23, 24. Aha, 2 üstü 24, 2 üstü 24, 2 üstü 20-yə böləndə 2 üstü 4, yəni 16 megabayt eləyir. Sonra burada da 320 kilobaytı mütləq şəkildə bayta keçirdib yazırıq. 320 kilobaytı 2 üstü 10-a vururuq. Sətr 2 üstü 5-dir. Simvol 2 üstü 5-dir. Neçə səhifə istəyir vururuq S-ə və ASCII əlifba görürsüz. Unicode yoxdur. Bu baytla ölçülür. 2 üstü 10-dan 2 üstü 10 gedir. Elə simvolumuz olur 320. Sonra burada faiz məsələsi. Bu da qorxulu deyil. Sadəcə burada əgər deyirsə ki 75% arxivləşib, biz onun 25%-ni tapacağıq. İlk öncə düzdür. Həcmi tapmalıyıq. 64 sətr 2 üstü 6, 64 simvol 2 üstü 6, 128 səhifə 2 üstü 7 və aldığımız ədədi çevirək səhifələrin sayı. Bir dəqiqə. Yo, üzürlü sayın. Burada səhifələrin sayı. Əgər sıxlaşırsa, ancaq həcm dəyişə bilər. Səhifə sayı dəyişə bilməz. Ona görə 128 olur. Qalır. Yəni, burada heç bir şey etməyə ehtiyac yoxdur. Çaşdırıcı sualdır. Bizim bu arxivləşdirmə ancaq həcmə təsir edə bilər. Səhifə sayına, simvol sayına təsir edə bilməz. Gəldik 17-də. Burada bir tələbə haqqında məlumat əgər 1024 2 üstü 10-dursa, 4096, yəni 2 üstü 12 tələbə haqqında məlumat x-i tapmaq üçün gərək biz 2 üstü 10-u vuraq 2 üstü 12-yə. Bir də Unicode olduğu üçün 2-yə. Və bunu megabaytla istədiyi üçün baytdan megabayta keçəndə 2 üstü 20-yə bölürük. Olur 2 üstü 23 bölünsün 2 üstü 20, yəni 8 megabayt. Şagirdlər haqqında hazırlanmış məlumat verilib. Yenə 64 kilobaytı bayta keçirdib. ASCII bir simvol 1 baytdır 1-ə, 128-ə böləcəyik və alınan cavabı yazacaq. Bu da eyni qaydadır. Printer 1 saniyə ərzində 5 kilobayt informasiya çap edir. Çap edilmiş informasiyanın hər bir səhifəsində 24 sətr, hər sətirdə ASCII ilə kodlaşdırılan 64 simvol var. Biz ilk öncə burada həcmi tapaq. 24 sətr deyir. 64, 2 üstü 6, 200 səhifəlik deyir və bunu kilobayta keçirsək, baytdan kilobayta keçmək üçün 2 üstü 10-a bölürəm. ASCII 1-dir deyə heç yazmadım, vurulsun 1. 2 üstü 10-dan 2 üstü 6 gedir, 16 qalır. 16 ilə 24-ü 4-ə 6, 4, 200-ü də 4-ə bölsəm 50, 50-ni də 6-ya vuranda 300 eləyir. Deməli, həcmim oldu 300 kilobayt. Mənə burada deyirdi ki, 1 saniyədə 5 kilobayt. Mən neyinirəm? Tənasib qururam. 1 saniyədə 5 kilobaytdırsa, x saniyədə nə olmalıdır? 300. Buradan x-i tapıram ki, 300-ü 5-ə böləndə eləyir 60 saniyə. Amma dəqiqə ilə istədiyi üçün cavabı 60-60-a bölürəm, eləyir 1 dəqiqə. E variantı. 21-dəki misalda eyni qaydadır. 1 dəqiqədə, düzdür, bunun həcmini tapandan sonra 1 dəqiqədə tapılan ədədi ona bölmək lazımdır. Sonra bu da eynidir. Burada da megabaytı bayta keçirdirik. Yəni 4,5-i
Megabaytdan bayta keçəndə 220-yə vururuq. Bərabərdir 48 sətr, 96 simvol və Unicode. Vurulsun səhifə sayı. Bunu ixtisar eləyib cavabı tapırsınız. Sonra burada görürsünüz 1024 simvollu əlifba deyir. 1024 simvollu əlifba deyəndə bilməlisiniz ki, 10 bitə vurmaq lazımdır. Yəni, yenə də həcmi tapırlar, özü də kilobaytla istəyir. 32 2 5-dir, 64 2 6-dır, 100 səhifə deyir, 1024 10 bitdir və bütün bunlar kilobayta keçmək üçün 213-ə bölürük. 211-nə 213 gedəndə burada 4 qalır. 100-ü 4-ə böləndə 25, 25-də ona vuranda 250 kilobayt eləyir. 25-dəki misalda eynisidir. Baxaq, burada hə, yox. Sürət məsələsidir artıq bu. Biz burada ilk öncə həcmimizi tapırıq. 64 səhifə deyir 206-nı. 32 sətr deyir 205-ə vururuq. 64 simvol deyir 206-ya və Unicode'a vurduq. Elədi 200 neçə? 11, 7, 18. 218-i də deməli belə saxlaya bilərik əslində. Cavablarda kilobitlə verdiyi üçün baytdan kilobitə keçmək üçün 207-yə bölürük. Bu da eləyəcək 211. Və sonra Q bərabərdir V vurulsun T düsturuna əsasən T-ni tapmaq üçün 211-i böləcəm 16-ya, 204-ə. O da mənə verəcək 207, 128 kilobit. C variantı. Unicode ilə yazılmış mətnin ASCII kodlaşdırılmasına çevrilərkən həcmi 1280 bit azaldı. Bu tip məsələni iki cür yaza bilərik. Ya baytla yazsaq, biti bayta keçirtmək lazımdır. Ya da bitlə yazsaq, yəni Unicode neçə bitdir? 16. 16x-dən həmişə böyükdən kiçiyi çıxırıq. 8x-i çıxıb, bərabər eləyirik 1280-ə. 8x-imiz 1280-dirsə, onda x-imiz olacaq 160. Aydındır. Və yaxud da əgər byte-la yazsaydınız, Unicode 2x-dir, ASCII x-dir, 2 dəfə çoxdur da, bir simvol 1 byte-dır. 1280-i də 8-ə bölüb byte-a keçirtmək lazım idi. Bu da 160 eləyəcəkdi. Buradan da x-imiz yenə 160 cavabını verəcək. Hər iki üsulla etmək mümkündür. Məlumatın yazılması üçün hər səhifədə 5 sətr. Hə, burada da nə varsa bir-birinə vururuq. 5, 2, 10, 300 byte eləyəcək A variantı. Sonra 10 səhifəli yenə bir-birinə vururuq və 10 səhifəli məlumat yaddaşda yox. 4500 byte-ı 10-dan 15-ə 150-yə bölürük. 30 eləyəcək cavab. Sonra mətn yaddaşda 66 byte yer tutursa, simvol istəyirsə elə 66-dır cavab. Əgər ki, arxivləşdirilmiş faylımız 8 kilobaytdırsa, arxivdən çıxanda təbii ki 16 olacaq. Çünki 16-nın yarı faizi 8 eləyir. Eyni ilə bu da, eyni qayda ilə ədədin, çünki arxivləşdirilməmişdir. Ədədin əgər %75 faizi 12-dirsə, onda x bərabərdir 100-ü vururam 12-yə, bölürəm 75-ə. Bunu da 25-ə böləndə 3, 4, 4, 16 eləyir. A variantı. Kompüterin yaddaşında bir ikilik rəqəmə nə qədər sahə ayrılır? Kompüterin yaddaşında bir ikilik rəqəm bir bit deməkdir. Yəni 0 birlərlə ölçülür. Burada da ikili ədədi üçün yaddaşda nə qədər yer tutur? Sayırıq. 2, 4, 6, 8. İkilik dediyi üçün hər bir 0, 1 bit kimidir. Ona görə 8 bit oldu. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırılır ki, informasiyanın həcmi 20% artır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 5 megabayt olarsa, deməli, ilkin həcmimiz də 50-dirsə, Q bərabərdir V vurulsun T düsturuna əsasən edəcəyik. İlkin olaraq düzdür, həcmi 20% artırmalıyıq. 50-nin 20% artması 120%-in tapılması deməkdir. Bu da bizə 60 megabayt verir. Bizim sürətimiz var. 60 megabayt bərabərdir 5 vurulsun T. Buradan T-ni tapmaq üçün 60-ı 5-ə bölürük, olur 12 saniyə. A variantı. Sonra həcmi 2 dəfə əgər azalırsa, 60-ı 2 dəfə azaldırıq. Yenə eyni qayda. 30 megabayt bərabərdir 5 megabayt vurulsun T. T-miz nə olacaq? 6 saniyə. ASCII standartı haqqında verilmiş fikirlərdən doğru olmayan 0-dan 31-ə qədər olan kodlar kompüter, printer və başqa qurumlar istehsalçılarına verilmişdir. Düzdür. Hər bir simvol üçün kompüterin yaddaşından bir bit yeri ayrılır. Xeyr. Bir simvol 1 baytdır.
Mətn failinin hər səhifəsində 16 sətr və hər sətrində 128 simvol var. 50 səhifədən ibarət olan fail Unicode-da kod sistemi ilə yığılmışdır. Bu failin həcmini neçə faiz azaltmaq qəşəng sualdır. Neçə faiz azaltmaq lazımdır ki, 80 eləsin. Biz ilkin olaraq öz həcmimizi tapmaq üçün 2 üstü 4-ü, 16-nı, 128 2 üstü 7-dir, 50-yə vururuq, bir də Unicode-a 2-yə vururuq. Və kilobayta keçmək üçün 2 üstü 10-a bölürük. 2 üstü 10-dan bu getdi 2, 4-ü 50-yə vuranda eləyəcək 200 kilobayt. 200 kilobaytı tapdıq və bu 200 kilobaytı neçə faiz azaltmaq lazımdır ki, yəni %x faiz nə qədərdir ki, 80 eləsin. Bu da riyaziyyatçısınız da, siz məndən daha yaxşı bilərsiniz. İxtisarımızı aparsaq, burada 2x-imiz bərabərdir. 200-dən 180 çıxanda 120-dir. X də bərabərdir 60 eləyəcək cavab. Sonra ilkin həcm verilib, fayllarla dolu qovluqdan birinci bu, sonra bu şəkil faylı silinmişdir. Deməli 2560-la 512-ni toplayırıq ki, görək nə qədər faiz silinib. 2, 7, 0, 3072. 3072 kilobayt 3 megabayt deməkdir. 35 idi, 35-dən 3-ü çıxıram, 32 megabayt qalır. Bu silinən hissə. Sonra bunu arxivləşdiriblər. Arxivləşdirən 25%-dir. Bunu 75-ə vurub, yəni 4-də 3 yaza bilərəm də bir dəfəlik. 4-də 3 yazaq, 75% 4-də 3 deməkdir. 32-ni 4-ə böləndə 8, 8 dəfə də 3-ün 24 megabayt eləyir. 24 megabayt arxivləşdirdik və bu megabitlə ölçülüb deyənə bizim sürətimiz. Megabaytdan megabitə keçmək üçün emlər sabit qalır. Baytdan bitə keçəndə gərək 8-ə vuraq. 24-ü də 8-ə vuranda 32, 192 megabit eləyir. Və artıq 192 megabiti mən 2 megabit vurulsun T düsturuna əsasən T-ni tapmaq üçün 192-ni 2-yə bölürəm. Eləyir neçə? 96 və bunu bizə dəqiqə ilə istəyir, biz saniyə ilə tapmışıq. 60-a bölürük, 60-a böləndə də 1,6 eləyir D variantı. Unicode ilə yığılmış kitab orta hesabla 5 megabayt tutma malikdir. Kitabın bir səhifəsi hər birində 32. Burada da yenə eyni qayda ilə 5 megabaytı bayta keçirdib 32-yə 128-ə böləcəyik. Bir də Unicode 2-yə böləcəyik. Cavabı tapmış olacaq. Scania 1 saniyədə kompüterə 4 kilobayt informasiya daxil edirsə, bunu da bayaq etmişdik. Yenə də biraz bu fərqlidir, düzdür. 1 saniyədə 4 kilobaytdırsa 10 dəqiqə saniyə keçmək üçün 60-a vursaq 600 saniyə x-dir. Buradan biz əslində kilobaytı tapırıq ki, 2400 kilobayt eləyir. Sonra isə digər bu hissədə 48-i 128-ə 207-yə vurub kilobayta keçirdirik ki, səhifə sayını sonra bunun ona bölünüşündən tapmış olaq. Deməli, burada 2 üstü 3, yəni 8, 48-i 8-ə böləndə 6, sonra da bu aldığımız bu cavabı 2400-ü bölürük 6-ya eləyəcək 400 D variantı səhifə. Şəxsi iş jurnalında bir vərəqə informasiya tutumu 30 kilobaytdır. 4 jurnal vərəqə həcmində qəzetin mətninin sürəti 256 simvol bölünsün saniyə. Printerdə çap etmək üçün neçə dəqiqə vaxt lazımdır? Burada biz ilkin olaraq həcmimizi tapmalıyıq. Bir vərəq əgər 30-dursa 4 vərəq, 4-ü vuracaq 30-a və simvol saniyə dediyi üçün mütləq şəkildə bayta keçirdirəm 2 üstü 10-a və bərabər eləyirəm nəyə? Bu 256, 2 üstü 8 vurulsun, T-ni tapıram. 2 üstü 10-la 2 üstü 8 gedir, 2 üstü 2, 4 qalır. T olacaq bizdə 16 vurulsun 30. Bu saniyədir, dəqiqə nə istədiyi üçün 60-a bölürük. Bu da olacaq 8 dəqiqə C variantı. Və 42-də 32 simvollu əlifbada bu əlifba məsələsidir. Bilirsiniz ki, böyük enimiz əgər 32, 2 üstü 5-dirsə, i-miz bizim 5 bitdir. Və həcmi 50 bayt verib, 50 baytı bitə çeviririk, 8-ə vurub, 5 vurulsun S üstü 2 bərabərdir, S vurulsun i düsturuna əsasən. S-i tapmaq üçün ixtisarımızı aparsaq, S-imiz olacaq 80. C variantı. Burada da V vurulsun T düsturuna əsasən bunu vururuq buna və kilobayta keçirdirik. Mən bu ifadəni elə bil 2 üstü 10 vurulsun 1000 kimi yazıram.
və vurulsun 5 kimi. Bunu da 2 üstə 13-ə bölürəm ki, kilobayta keçirdim. 2 üstə 13 ilə bu 2 üstə 10 gedəndə 8, 1000-i də 8-ə böləndə olacaq nə qədər? 125 deyəsən. Hə, 125, 125-i də 5-ə vuranda 625. Sonra 2 səhifəli informasiya yaddaşda 240 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 3 dəfə çoxdur. Yəni, bir əgər 3x-dırsa, ikinci x-dir. 3x-in üstünə x gələcək, 4x-dir. 4x-imiz, yəni hamısı 240-dır da. 240-dırsa, onda x-imiz olacaq 60, düzdürmü? X-imiz 60-dırsa, birinci səhifəni istəyir. Birinci səhifədə 3 dəfə çoxdur. 60 dəfə 3-ün 180 eləyəcək cavab. Sonra 45-də 16 simvoldan ibarətdir. Həcmi 20 baytdır. Hər simvola düşən miqdarı istəyir. Bu elə bir ki, hər simvola düşən miqdar bitlə ölçülür. Yəni bizdən eyni istəyir əslində. Ona görə biz 20 baytı mütləq şəkildə bitə keçirdirik və 16-ya vurub eyni tapırıq. Burada 16 ilə 8, 2, 2 ilə də 20, 10. İyimiz olacaq 10 bit D variantı. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırıcı informasiyanın həcmi 30% azalır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 5 megabit 30% azaltmaq, yəni bir buna aid misal eləmişik, yenə eləyək. 50-ni 70% tapılması deməkdir. Bu da eləyir 35. 35 elədi. 35 megabaytdır bu. Çünki bizə 50 megabayt verib. 35-i megabitə keçmək üçün vuram 8-ə, bərabər eləyirəm 5 vurulsun T-yə. Buradan T-ni tapmaq üçün 7-ni 8-ə vuram, T olacaq 56 saniyə. Və sonuncu məsələ, qəbul etmə sürəti 1024 bölünsün saniyə olan modem saniyədə maksimum neçə bayt? 1024-ü sadəcə bitdən bayta keçərək tapırıq. Yəni 2 üstü 10-u 2 üstü 3-ə böləndə cavab olacaq 128 bayt. C variantı. Diqqətiniz üçün təşəkkür edirəm.